Müqəddəsə, Salam! bir onluq proqramının sadəcə ikinci buraxılışını təqdim edirik. Bu həftə onluğumuzda yeniliklər var. İlk olaraq onu qeyd etmək istərik ki, hit paradımıza 2 yeni musiqi daxil oldu. Bu da o deməkdir ki, 2 musiqi bizi tərk edib, amma bizim hit parad YouTube baxır sayına əsaslandığına görə gələn həftə onları yenidən görə bilərik. Başlayaq bu həftənin 10-cu pilləsindən. Bu həftə bir pillə geriləyən Xumar xanım Qədimova İşqin naməsi musiqisi ilə 10-cu pillədə yer alıb. YouTube izlənmə sayı 184.343 olub. Bugün yarı görüp mən üzr istedim. Dedim eşk naməsin bir geri qaytar. Bugün yarı görüp mən üzr istedim. Həftənin 9-cu pilləsində Kazımcan yer alıb. Danış mənimlə musiqisi bu həftə 191.312 baxış sayı ilə 9-cu pillədədir. Gözlərinə baxdım, nə qədər sərxoş olub baxdım. Belə yazılıb baxdım, sənin üçün darıxdım. Yenə də danış mənimlə, yenə kəlmə qayna qarışdım. Keçən həftə yeni musiqisini təqdim edən hit paradımıza 10-cu pillə ilə başlamışdı. Lakin bu həftə düz 2 pillə irəliləyərək 205.101 baxış toplayıb. Anladım sonunda səni sevə yaşadım bəs. Səni sevə məhəbbətdən aldım həvəsimi. Keçən həftə Səs Azərbaycan layihəsi öz qaliblərini elan etdi. Qalib Röya xanımın komandasından Cəmilə Həşimov oldu. Onların birgə ifa etdiyi Ağlama mahnısı isə gözlənilməz formada hər kəs tərəfindən yenidən sevildi və aktuallaşdı. Hətta YouTube trendinə düşərək bizim hit paraddan da yan keçmədi. 220.387 baxış sayı ilə Röya və Cəmilə 7-ci pillədədir. Məndən ötürü sevgilim, sızıldayım ağlama. Çaya dönüp çağlama. Həftənin 6-cı pilləsində Röya Ayxan yer alıb. Musiqisi yeni olmasa da hit paradımızda yenidir. Elə bilmə musiqisi 262.876 baxış sayı ilə 6-cıdır. Elə bilmə bu sevgi yalandı. Elə bilmə ki sevmək asandı. Yanasan gərək eşqin odundan. Keçən həftə böyük partlayışla birbaşa ikinci yerə daxil olan Bumerang mahnısı bu həftə 5-ci pillədədir. Röya Ayxan və Murad Arif dueti 280.645 baxış sayı ilə bu pillədə yer aldılar. Bumerang kimi qayıdacağam. Geri dönüşüm yeri göyü yaxacaq. Keçən həftənin 3-cüsü bu həftə bir pillə geriləyərək 4-cü pillədə yer alıb. Üfüq Aygün Kazımovanın ifasında aktualdır, amma geriləmə ilə. Bu həftə YouTube'da cəmi 426.098 baxış sayısı ilə. Mən üfüqdən gələn eşqəm, sən ömürlük sahibim. Mənə sevgi ümid olmuş, səni yazmış taleyim. Gəlib çatdıq qızıl üçlüyümüzə. Bu həftə bürünc medalın sahibi yenidən Aygün Kazımovandır, amma Can ol mahnısı ilə. Bu pilləyə sahib olmaq üçün 569.058 izlənmə alıb. Bir dəfə güldün, yayıldı qanıma. Dedim ki necə yaraşar yanıma. Eşqin ilə can ol canda canıma. Keçən həftənin 5-cisi bu həftə 3 pillə irəliləyərək 2-ci oldu. Respublikamızın xalq artisti Aygün Kazımova Sos mahnısı ilə 2-cidir. Sos bu həftə düz 618.130 baxış əldə edib. Bu yarım milyondan da çoxdur. Bravo sizə Aygün xanım. Suallar presdə bir yandan, bütün gün stressdə bir yandan, show biznesdə bir yandan, SOS. Gəlib çatdıq 1-ci pilləyə. Keçən həftəki qalibiyyətin heç kimlə bölüşmək istəməyən Roza Zərgərli bu həftə də 1-cidir. İstədi musiqisi son 7 gündə düz 901.874 baxış toplayaraq bu qalibliyi yenidən əldən vermədi. Təbriklər Roza xanım. Səndən sadəcə diqqət istədim. İstədim, sevilən olum yolunu gözlədim. Sevginə ehtiyacım vardı, görsəydin. Mənə gəlsəydin, ətrini duysaydın bir. Beləliklə ikinci həftəmizi başa vurduq. Siz sevilən musiqilərinizi izləməyə davam edin. Biz isə onları toplayıb gələn həftə sizə təqdim edəcəyik. Növbəti həftə Görüşənədək.